Milli Kitabxanada Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini, 525-ci qəzetin baş redaktoru Rəşad Məcidin 60 illiyi ilə əlaqədar nəşr olunmuş Qala Adam kitabının və Rəşad Məcid 60 elektron məlumat bazasının təqdimat mərasimi keçirilib. Milli Kitabxananın direktoru Professor Kərim Tahirov çıxışında Azərbaycanın müasir ictimai mühitində ədəbiyyat, media və mədəniyyət sahəsində Rəşad Məcidin xüsusi yeri olduğunu önə çəkərək Qala Adam kitabı vasitəsilə bu barədə həmçinin yubilyarın müstəsna şəxsi keyfiyyətləri haqqında ətraflı məlumat almağın mümkünlüyünü vurğulayıb. 1992-ci ildə 525-ci qəzeti yaradan gənc Rəşad Məcidin bu addımını çox böyük uğur kimi qiymətləndirən Kərim Tahirov sözügedən qəzetin hazırda da Azərbaycan mətbuatında ümumən mədəniyyətimizdə önəmli yer tutduğunu qeyd edib. Rəşad müəllim həmişə necə deyirlər, təşəbbüskar bir yazıcı olmuşdur və mən deyirdim ki, katib olmuşdur. Onda təzə katib olmuşdur, gəlsə özə katib. Və Rəşad müəllim, amma indiyə kimi mən deyirəm, burada heç bir tədbir keçirməmişim. Elə ha vaxtdan da deyirəm ki, Rəşad müəllim, gəlin keçirəm bu kitabın təqdimatını. Mən bu kitabı oxuyanda bu kitab məni tutdu, həqiqətən tutdu. Niyə görə? Ona görə ki, çox orijinal, təbii və nostalji hisslərlə dolu bir həqiqətən kitabdır. Vərəqlərindən sonra dedim, Rəşad müəllim, bu kitabın burada təqdimatını keçirməliyik, gec də olsa eləməliyik və elədik. Və mən elə gəldim ki, Rəşad müəllim haqqında hamı danışacaqdır. Amma əsas odur ki, Rəşad müəllim 1992-ci ildə qəzet bunun başlayan bir vaxtda 525-ci sayca qəzeti yaratmaq, cavan oğlan, 27 yaşında cavan oğlanın bir ortaya çıxıb qəzeti ortaya qoymaq çətin məsələ idi. Nəhəng qəzetlər vardı. 524 qəzet vardı. Bu 525-ci qəzet növbəli sayla. Hamısı da çıxırdı. Və bugün 525-ci qəzet Azərbaycanda, Azərbaycan dövlətçiliyinin, ictimai siyasi həyatımızı ruporuna çevirmişdir. Və mən deyərdim ki, Azərbaycan mədəniyyətinin də bugün ruporudur. Bugün mədəniyyət qəzeti çap olunmur, amma mədəniyyət qəzetinin əvəzini Rəşad müəllim 525-ci qəzet həmişə. Mütləq onun nömrələrində mədəniyyət haqqında nələrsə gedir. Ədəbiyyat haqqında, mədəniyyət, ümumiyyətlə ədəbiyyatın, mədəniyyətin, ictimai həyatımızın bir ruporudur. Onun nəbzini tutur və onun nəbzinə uyğun məqalələr çap edir. Bu hamısı təbii ki, baş redaktorun, mən deyərdim ki, fəaliyyətidir, onun necə deyərlər, işidir və o hər birisini, bəzən görsən, yazı göndərsən, zəng edir, Kərim müəllim, Allah haqqı, heyfim gəldi onun bir vərəqinə, bir nəyinəsə toxunmağa. Hissələrin hamısını özü oxuyur. Yəni, bu mənada Rəşad müəllim həm də məsuliyyətli bir yazardır. Burada Rəşad müəllimin kitabları düzülür. Bax, bunlar hamısı onun kitablarıdır, öz kitabları, redaktor olduğu kitablar. Bax, bunlar hamısı Rəşad müəllimin necə deyək, qələminin məhsuludur. Amma bu qələminin, bax, bu məhsul artıq onun yox, onun haqqında yazılanlardır. Burada əsas yer tutduğunuz öz yazıları da var. Ən çox onun haqqında yazılanlardır. Rəşad müəllimin bir, necə deyərlər, bir jurnalist kimi, bir ictimai xadim kimi, Rəşad müəllim artıq ictimai xadim səviyyəsinə yüksəlir bugün. Doğrudan da bilirsiniz, Mətbuat Şurasının sədri olmaq və digər ictimai fəaliyyətləri də var, onun müəyyən komissiyalarda falan da iştirak edir. Və ən başlıcası Rəşad müəllim xeyirxah bir insandır. Hamıya xeyirxahlıdır, ona görə hamı onu sevir. Və bura gələnlər hamısı onun, bax, bu xeyirxahlığının, bu, necə deyərlər, ictimaiyyətçiliyinin şövqünə, onun sayəsində bugün burada yerləşirlər və hamınız xoş gəlmişsiniz. Sağ olun. Rəşad müəllim, mən sizi təbrik edirəm bu kitab münasibətilə. Daha sonra Rəşad Məcid 60 mövzusunda elektron məlumat bazasının təqdimat mərasimi keçirilib və bazadakı materiallar tam şəkildə tədbir iştirakçılarına təqdim edilib. Burada Rəşad Məcidə dair imzalanmış, Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış sərəncamlar tam mətnləri ilə öz əksini tapır. Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, tədbirin keçirilməsində, kitabın nəşrində və elektron bazanın hazırlanmasında əməyi olanlara təşəkkür edərək, uzun zamandan bəri tanıdığı son 20 ildən artıq müddətdə bərabər çalışdıqları Rəşad Məcid ilə bağlı yüksək fikirlərini dilə gətirib. O, Rəşad Məcidin son dərəcə etibarlı, sözündə və mövqeyində möhkəm insan olmaqla bərabər çox istedadlı şair və publisist kimi qiymətləndirib. Anar, Rəşad Məcidin publisistik yazılarının Mirzə Cəlilin, Üzeyir bəyin publisistikasının uğurlu davamı olduğunu qeyd edib və ona ən xoş arzularını çatdırıb.
Böyük jurnalist ənənəsi var ki, o sonraki illərdə də davam edir. Bunu mən klassika deyirəm. Üzeyir bəy, Mirzə Cəlili və Ömər Faili, Rəşad xüsusi qələmsiz yazılar. Elektron məlumat bazasını hazırlatıldığı görə təşəkkür edirəm öz adından, Yarışlar bir adından. Rəşadın demək olar ki, fəaliyyətini əhatə edir. Daha sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, bütün yönləri ilə yaradıcı olan Rəşad Məcid müasir Azərbaycan müstəqillik dövrünün ustad publisistidir və janrların bütün növlərində professional şairdir. Onun publisistikası ictimai və zamanın çağırışlarına cavab verən publisistikadır. İsa Həbibbəyli Rəşad Məcidin qələmə aldığı 11 sentyabr hekayəsinin mükəmməlliyindən söz açaraq qeyd edib ki, bu hekayəni oxuyan hər kəs zövq alır. Akademik onun şeirlərindən də danışaraq Rəşad Məcidin orijinal ruh və məzmuna malik poeziya yaratdığını diqqətə çatdırıb. Müstəqillik dövrü ziyalı mühitinin hadisəsidir. Mən ona görə belə düşünürəm ki, birinci, Rəşad bütün yönləri kitabımın da adında ifadə olunduğu kimi bütün yönləriyle yaradıcıdır. Yani Rəşad birçok janrlara müraciət edib, bu janrların hamısında profesyonaldır. Mesela kitapta da onun bəhs olunur. Rəşadın publisiskası, mən də burada dedi, iki istiqamətə ayrılmaq olar, birini tamamlayırlar. Birincisi, Rəşadın publisiskası ictimai publisikadır, vətəndaşlıq üzərində qurmuş, günün hadisələrinə, zamanın çağırışlarına cavab veren, onu bir qabaqlayan, arkasınca aparan bir publisiskadır. İkincisi ise Rəşadda bədii publisistika yox, Rəşadın ədəbiyyata və elmə həsr olunan publisiskası estetik xarakter daşıyır, orijinaldır. Rəşad cəmisi bir hekayə yazıb, iki hekayə yazıb, biri çox məşhurdur, 11 sentyabr. O bir hekayəni oxuyanlar elə bilər ki, Rəşadın neçə hekayə çap olur. Yəni, hekayəyə də Rəşad öz mühürünü vurur. Nazi olmağın da mümkünlüğünü və en yaxşı nazi olmağın da mümkünlüğünü ispat edeyim. Rəşadın şeiri, çox orijinaldır. Mədəniyyət Nazirliyinin Kitab Sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə Rəşad Məcidin çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirib və onun ölkənin mədəni həyatına gördüyü işlərlə dəyər qatdığını vurğulayıb. Vasif Qurbanzadə bir vaxtlar Rəşad Məcidin rəhbərliyi ilə yaradılmış və Milli Kitabxanada fəaliyyət göstərən Gənc Ədiblər Məktəbindən söz açaraq bildirib ki, bu Azərbaycan ədəbiyyatının inkişafı üçün ən mühüm addımlardan biri sayılır. Nazirliyin şöbə müdiri bu məktəbin yenidən fəaliyyətə başlamasının vacib olduğunu, bu vəsilə ilə Azərbaycan mədəniyyətinin dünya miqyasında bir çox uğurlara imza ata biləcəyini söyləyib. Ümumiyyətlə, bir dövlət qurumunu təmsil etdiyim üçün Rəşad Məcidin vətəndaşlığı haqqında bir iki kəlmə demək istəyirəm ki, biz də birbaşa bunun mədəniyyətlə bağlı fəaliyyətini dəyərləndirsək, qeyd olunduğu kimi 525-ci qəzetin fəaliyyətə başlaması, hansı ki ondan əvvəl bizim Aqil müəllimlə bir yerdə onun uzun bir fəaliyyəti olmuşdu. Biz onu uzun fəaliyyət kimi dəyərləndiririk, amma o əslində 525-ci qəzeti 27 yaşında. Bu kifayət qədər əhəmiyyətli bir dönəmin, əhəmiyyətli bir mətbuat hadisəsi idi. Ardınca isə biraz bundan əvvəl o Gənc Ədiblər Məktəbinin fəaliyyəti haqqında uzun Kərim müəllim də dedi. Gənc Ədiblər Məktəbi Azərbaycanda ədəbiyyat prosesində ən önəmli addımlardan, ən önəmli fəaliyyətlərdən biri idi ki, bu da birbaşa Rəşad Məcidin adı ilə bağlıdır. Amma təəssüf edirəm ki, o fəaliyyət hal-hazırda davam etməməkdədir. Düşünürəm ki, elə biz Mədəniyyət Nazirliyi olaraq bu məsələyə bir dəstək verək və bu proses davam etsin. Çünki yeni dönəmdə dünyada Azərbaycanın yeni imzalarının yaradılması prosesi gündəmdədir. Bilirsiniz, artıq Nazirlikdə də bu məsələlər müzakirə olunur.
və biz yenidən Rəşad müəllimi bu prosesə dəvət edəcəyik ki, o gənc ədibləri biz o əvvəlki zamanlarda olanları da dəvət eləsinlər və yeni müsabiqələr keçirdək və ədəbiyyat prosesinə Azərbaycanda bir canlılıq gəlsin. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Misir Mərdanov çıxış edərək qeyd edib ki, Rəşad Məcidi təxminən 20 il əvvəl 525-ci qəzetdən tanıyıb və o zamandan bəri qarşılıqlı əlaqələr davam edir. 525-ci qəzetin hazırda Azərbaycanda ən çox oxunan qəzet olduğunu vurğulayıb. Rəşad müəllim haqqında nə deyə bilərəm mən? Rəşad müəllim lap cavan vaxtlarında 40 yaşından, 45-50 yaşından cəmiyyətdə bir ağsaqqal statüsü qazanmış bir adamdır. Təsəvvür edin ki, Kərim müəllim dedi, 524 qəzetin içindən o dövrdə bir qəzet seçilib 525 və bugün onun yaratdığı o qəzet heç kəs məndən inciməsin, Azərbaycanda ən oxunan mətbuatdır. Ən oxunan mətbuatdır. Burada deyildi, məsələn, orada mədəniyyət də var, tarix də var, ədəbiyyat da var, şəxslərin haqqında da var. Ancaq eyni zamanda hər nömrəni mən abunəçiyəm alıram, elm də var, təhsil də var. Anam mənim qəzeti demək olar ki, hər nömrəsində bir Azərbaycan müəllimi haqqında gözəl sanmalı bir yazı yazılır. Rəşad müəllim Azərbaycan cəmiyyətinə lazım olan bir adamdır. Bizə nə qalır? Onu bəstəkləmək, ona möhkəm tansalar bulmaq və daha uğurlu yaradıcılıq işləri arzulanmaq. Təbii ki. Milli Məclisin üzvü, yazıcı publisist Aqil Abbas çıxışında vurğulayıb ki, Qala Adam kitabı Rəşad Məcidin portretini, çoxşaxəli fəaliyyətini ətraflı şəkildə əks etdirsə də, onun yaradıcılığı, fəaliyyəti, insanlığı burada yazılanlardan qat-qat üstündür. Çox gözəl vəqələr var, bu da var anladım, mütəmil görülür kitabı. Bu kitabı tərtib edənlərə təşəkkür edirəm. Belə bir kitabı təqdim edəcəyəm. Rəşadla mən yadımızdan çıxıb, itilindən dostluq. Və Rəşadın dostluğundan yoxdur. Rəşad qeyri-adi dostdur. Adamın qardaşı olur. Dostluqdan keçir, qardaşlıqdan keçir. Rəşadla həyatımı demədən 80-ci illər idi də belə. Düz Rəşad məni Ağdam teatrında görürmüş işdə. Rəşad çox istedadlı, bəyək Misir müəllimidir, ağsaqqal, yerin bilən, danışan bilən və natiq adamdır həm də. Rəşad sağ uzun ömür can sağlar verirəm və elə belə də qaldı. Dostluğunda da, kişiliyində də, jurnalistdə də, yazıda sən həm böyük şairsən, həm də böyük yazısan həyat edin, bir elə hekayən bəs edin. İkinci hekayəm var, amma 11 sentyabr qeyri-adi bir hekayə. Daha sonra çıxış edənlər Bakı Dövlət Universitetinin Milli Mətbuat Tarixi Kafedrasının müdiri Professor Cahangir Məmmədli Rəşadı nə qədər sevən var burada. Rəşadı sevənlərin heç bəlkə 5%'ı buradadır. Rəşadın bıraktığı qəzet başladığı nəşr elədiyi 525-ci qəzet ona həqiqi mənada ona görə məktəbdir. Bu gözəl bir tərtibat, gözəl bir poligrafiya ilə çap olunmuş kitabdır. Rəşad müəllim mənim dostumdur. Ərk elədiyim ümid yerim pənah verildi. Ona görə də buna yığılanlar hamısına mən Rəşadın atası adından, babası adından, nəvəsi adından adamlarını gözdəkər haqqı göstərdim. Onların hamısının adından mən təşəkkür ederim. Sağ olun. Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov İstedadı bir cürdə, bir prinsiplə təsnif eləmək olar. Tərcih olunan istedad, bir də mühit yaradan istedad. Bu Rəşadın üstünlüyü yoldadır ki, Rəşadın istedadı mühit yaradan istedad. Tərcih olunan istedad da var. Görürsən, biz belə şairlərimizi və bugün də adını çəkə bilərəm ki, onlar ona görə istedadlıdırlar ki, onlar belə tərcih olunurlar dünyada, cəmiyyətdən. İştirak eləmirlər, orada kənarda dururlar və onları istedad ki, biz qəbul edirik və qiymətləndiririk. Amma Rəşad ayrı bir istedad tipini
gətirdi. Mən Rəşad tanıyıram, lap gəç yaşlarından. Onun belə qeyri-adi mühitdə, qeyri-adi texnologiya yazmaq onun üçün həmişə maraqlı olur. Ölkəmizin Bosniya və Herseqovinadakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev Rəşadı 5.25 ilə sanki həmişə bərabər görmüşdü belə. 5.25 və Rəşad heç yadıma düşmür ki, o da hamısı kimi lap aşağı mərhələlərdən başlayıb, hətta korrektor olmuş, bir ol sonra vəzdə təhsil edib. Şübhəsiz 525-ci qəzet tək bizim onun müəlliflərinin, onun oxucularının yox, Azərbaycan həyatında çox mühüm bir hadisədir, artıq bizə yol yoldaşlıq edir, biz özümüzə daha yaxşı tanınır. Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini, tarix üzrə fəlsəfə doktoru, yazıcı, publisist Natiq Məmmədli Rəşad müəllim haqqında 10 il bundan öncə mən bir yazım çıxmışdı, 50 il münasibəti ilə Çığıraçan. Və həmən Çığıraçan məqaləsi də Rəşad müəllimin 50 illiyində çap olunmuş kitaba səmr ötəsi idi. Çığıraçan yazısında mən Rəşad müəllim haqqında o vaxta qədər, yəni bir yarım əsrlik dövrü haqqında və ondan indiki düşünürəm ki, yaşında da əldə etdiyi nailiyyətlər və həyat yolu haqqında fikirlərini ifadə eləmişdir. Mən kitabı əlimə aldıqda qala adam dedikdə mənim gözümün qarşısına Şuşa adam canlandı. Biz qala sözünü Şuşaya demişik. Qala yəni Şuşanın adıdır. Rəşad müəllim, sizin Şuşa sevginizi mən bilirəm, hamımızın sevgisini ifadə edirsiniz. Məndə yəni belə asosiasiya yarandı ki, bu nə qədər müasir seçilibdir. Qala adam, qalanın adamı, Şuşanın adamı, Şuşalı, möhtəşəm adam. Təşəkkür edirəm. Sağ olun, Atman. Sağ olun. Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmailov Rəşad müəllimə hamının hörmətini görmüşəm. Elə bir adamla rast gəlməmişəm ki, Rəşad müəllimə nəsə belə də hörmətsiz bir ifadə işlətsin və yaxud onun insanlığını qəbul eləməsin. Bu baxımdan mən üçün Rəşad Məcid Azərbaycanda doğma adam. 20 il keçməsinə baxmayaraq mən bəzən də elə bilirəm ki, 525-də işləyirəm. Və elə bilirəm ki, Rəşad müəllim mənim baş redaktorumdur. Elə bilirəm ki, Rəşad müəllim mənim ağsaqqalımdır, işçi mənasıdır. Və elə bilirəm ki, Rəşad müəllim mənim ən doğma adamım. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri professor Əli Əmirli Mən bu kitab haqqında deyim ki, mənim üçün ən vacib, maraqlı yeri onun təbii ki, o qələmsiz yazılardır ki, o yazıların içərisində elə məqamlar, elə sözlər var ki, o idiomatik ifadəyə çevrilə bilər, yəni dildən dilə ötə bilər. Və ilk dəfədir ki, doğrudan da bu zamanımızın dövrünün ritminə uyğun olaraq belə qələmsiz yazılan ifadələr, sözlərdir. Jurnalistikanın İnkişafına Yardım Fondunun sədri, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli Nizam müəllim dedi, Rəşadın mühit yaratmaq keyfiyyətinə. Rəşad mühiti həm yaradır, həm də idarə edir, o istedadın sahibidir. Qala Adam kitabının tərtibçisi, yazıcı, publisist Nadir Yalçın Deməli, bu kitab ərsəyə gəlməsi sadə bir proses oldu, həm də maraqlı. 2024-ün əvvəlidir, mən Rəşad müəllimə dedim ki, qabaqdan gübrəyə gəlir, biz nəsə eləyək. Dedi ki, nəyə lazımdır filan. Yəni, birini kəm, birini çox demirəm, necə var elə deyirəm. Dedim, yox, axı, bu 60 ində əlamətlər ümrəyidir, 50-45 öz yerində, amma 60 əlamətlər ümrəyidir. Dedi ki, bax da, sənə buraxıram, sənə deməli, öhdənə. Və digər tədbir iştirakçıları Rəşad Məcidlə bağlı fikirlərini bölüşərək ona yeni uğurlar arzulayıblar. Sonda Rəşad Məcid çıxış edərək bütün qonaqlara, iştirakçılara tədbirin uğurlu təşkilinə görə Milli Kitabxananın əməkdaşlarına minnətdarlığını bildirib. Şuşaya getdik. Anar müəllimin təqdimatında Cıdır düzü Şuşa və cənab prezident də orada çıxış edildi, dedi ki, mən dünyanın çox gözəl şəhərlərini görmüşəm, amma Şuşaya bənzər şəhər görmüşəm. Mən onda hönkür-hönkür ağladım. Çünki Anar müəllim də, mənim də Şuşa sevgimiz bir mənalıdır və o başlanğıçda dediyim şeirdə həmin gün yazılıb. 13 mayda səhər-səhər Şuşadan ayıldım, saat 6-nın yarısıdır, gördüm aşağıda Alim Qasımov muğam oxudu, belə, indi onda hələ dərk eləmişsən ki, yəni biz Şuşadayıq.
Və bu, əlbəttə ki, mənim doğulduğum kənd azad olunub, yaşadığım şəhər azad olunub, Ali Baş Komandanın rəhbəri ilə Şuşa azad olunub və bu kitabda da bundan hamısı əksini tapılıb, buna görə şübhəsiz minnətdaram. 60 yaşla bağlı keçən il əlbəttə ki, Anar müəllim mənə təqdimat yazdı cənab prezidentə və 2-ci dərəcəli vətənə xidmət ordeninə görə də ayrıca təşəkkür edirəm. Anar müəllimin haqqında burada məqaləm var və ümumiyyətlə yazıların əksəriyyətində həm Şuşa ilə, həm digər yazılarla Anar müəllimin mən 2004-cü ildə bir yerdə işləyirik, amma bütün həyatım boyu özümü dərk edəndən, oxumağa başlayandan Anar müəllimin əsərləri ilə yetişmişəm. Və indi də elə bir ki, Anar müəllimin elə xarakterindəki cizgiləri görürəm, öyrənə-öyrənə də gedirəm və biz qürur duyuram ki, Azərbaycanda belə bir bizim yazısımız, belə bir şəxsiyyətimiz var. Axırıncı dəfə də mən belə hirslənib belə yazmışdım ki, bu Anar da Azərbaycanın qürur duyacağı şəxsiyyətdir. Və tək ki, Azərbaycanda belə insanlar çox olsunlar. İsa müəllim, hörmətli İsa müəllim mənə 50 yaşımda bir sürpriz elədim. Akademiyanın prezidium binasına çağırıb, məni qəfildən bilmirəm nədir. Otur, mənim haqqımda kitabı təqdim elədi ki, bütün yönlərlə yaradıcı yazmış, kitabı yazmışam və 10 ildən sonra da yenə də ikinci nəşri çap olundu. Orada da gözəl-gözəl şəkillərimiz var, o cümlədən Naxçıvanda bizim gözəl sənətkarlarımızdan bir yerdə tez-tez Anar müəllim, İsa müəllim biz otururuq və Azərbaycanın bir çox ədəbiyyat tarixi ilə bağlı məsələlər o məclislərdə həll olunur və mən hər iki bizim mənim böyük dostlarıma təşəkkürümü bildirirəm. Kərim müəllim düzü israr elədi, bunu əvvəldən israr eləyir, bir ildən artıq o Ədibə xanım, onun müavini, ikisi bir yerdə, mən deyirəm, 60 yaş belə keçirmək istəmirəm, yubileydir falan, amma kitab ortaya çıxmaq ideyası yarandı və dedik ki, kitabın təqdimatını eləyərək, bununla bir neçə dəfə vaxtını dəyişdik. Kərim müəllim də səfərlərdədir, gah Özbəkistandan zəng vurur, gah Türkiyədən zəng vurur. O qədər belə məsuliyyətli bir təşkilatçıdır. Kərim müəllimə ayrıca təşəkkür edirəm, Mədəniyyət Nazirliyinə təşəkkür edirəm, Vasifəm sizə təşəkkür edirəm. Buradakı insanlar haqqında hamı, Nizami müəllimin əvvəlki kitabda yazısı var, bayaq dediyim. Misir müəllimlə bağlı mənim özümün də yazılarım, qələmsi yazılanlarda da çoxdur. Aqil Abbasla bağlı Şuşa yazısında var. Orada Cahangir müəllimin məqaləsi var. Əli müəllim haqqında dediyi kimi mənim qələmsi yazılanlar da var. Gündüz ona görə indi danışdı. Gündüzlə bir yerdə mən o doğulduğum kəndə getmişdik. Rus qoşunları orada ola-ola mən necə getmişdim? Alban Udi icmasının bir nümayəndəsi kimi getmişdim. Onları Albanlara apardılar Ağola məbədinə. Mən onlara qoşuldum, getdim və həmin o doğulduğum kəndi, o yaylarda getdiyim kəndi bir gəzdim, oradan videoda çəkmişdim və təsirli bir də yazmışdım ki, Gündüzün anası ilə qardaşı o Zabıq kəndindən keçəndə dayanmaq olmazdı. Boylanıb baxırdılar ki, evlərinin damını görsünlər və bir müddətdən sonra Zabıq azad oldu. İndi Gündüzün də, qardaşının da orada evləri var. Allah qoysun biz növbət dəfə Laçına gedəndə İsa müəllim mütləq gedərik onlara. Cahangir müəllim bizim ustadımızdır. Elə 20-25 il qabaq 525 haqqında ən gözəl sözləri deyib bizim müəllimimizdir. Hamınıza təşəkkürümü bildirirəm. Tədbirin sonunda xatirə şəkli çəkdirilib. Nigar Abbasova, Ayxan Rızvanov, 525-ci kanal.